Salam, belə bir suala baxaq. Naməlum metalın nitrat turşusu ilə əmələ gətirdiyi duzun 50,5 qramı tam parçalandıqda 0,5 mol duz və 5,6 litr oksigen əmələ gəlir. Metalın nisbi atom kütləsini müəyyən edin. Biz bu naməlum metalın nitrat turşusu ilə əmələ gətirdiyi duzun formulunu bilmirik. Ona görə biz onu bu formada yazaq. Metal NO3 N şəklində. Çünki bilmirik də bu NO3-dən neçə dənədir. Bir dənə də ola bilər, 2 dənə də, 3 dənə. Və bizə deyir ki, parçalandıqda duz alınır və oksigen alınır. Duzu da NO2. Çünki metalların nitrat duzları var ki, məsələn, lityum, natrium, kalium, yəni qələvi torpaq metalların duzları lityumdan başqa daha doğrusu. Digər qələvi torpaq metalların nitrat turşusunun duzları parçalandıqda NO2 tipli, yəni nitrit tipli duzlar əmələ gətirir. Bir də oksigen alınır. Əmsallaşdırmaq üçün bura 0,5 N yazsaq düzəlir. İndi deyir ki 0,5 mol duz alınanda 5,6 litr də oksigen əmələ gəlir. Baxıram, reaksiyamda neçə mol duzum var? 1 mol duzum alınanda da 0,5 N vur 22,4 litr oksigenim əmələ gəlir. Buradan tapırıq ki, N bərabərdir 1-ə. Demək, bizim duzumuzun formulu nə imiş? Metal NO3 imiş. İndi keçən növbət hissi. Bizə istəyir ki, metalın nisbi atom kütləsini tapaq. Duzumuz şərtdə deyir, ilkin duzumuz 50,5 qram imiş. İndi bu 50,5 duzumuz parçalananda istəsək alınan duzun miqdarı ilə istəsək də oksigendən gedə bilərik. Elə duzla gedək. 50,5 qram duzumuz parçalananda nə qədər nitrit duzumuz alınıb? 0,5. İndi metal NO3'ümüzün emeri nə qədərdir? Emer metal NO3. Metalımızın kütləsini bilmirik. X yazıq. Üstə gəl azot 14, üstə 48. 62. Emerini tapdıq, yazırıq yerinə. Bu qədər metal NO3'ümüz parçalandıqda neçə mol duzumuz əmələ gəlib? Reaksiyaya baxırıq 1 mol. Və buradan da tapacağıq ki, X bərabərdir 39. Demək, metalımızın kütləsi 39'a bərabərmiş.